Fərqli dadları kəşf etmək istəyən xanımlar üçün hər kəsin zövqünə və ağız dadına uyğun, ləzzətli və unudulmaz bir reseptlə gəldim. İlk öncə bir ədəd sinə ətini və bir ədəd sarımsağı doğrayıb blenderə əlavə edirik və tam püre halına gələnə qədər keçiririk. Duz, qırmızı istiot, qara istiot, paprika və bir dolu çay qaşığı krem pendir əlavə edib inqrediyentlər tam həll olunana qədər çalırıq. Hazır olan kütləni 3 hissəyə bölürük və əlimizlə səliqəli bir şəkildə yumurladıb ya pingvin setkanın üzərinə, ya da streçin üzərinə nazik bir təbəqə şəklində yayırıq. Bu işləmləri görəndə əllərinizi mütləq sulayın ki, hazırladığımız kütlə əlimizə yapışmasın. Bir hissəsinə bir çay qaşığı krem pendir sürtürük və üzərinə sürcəkdən keçirdiyimiz Holland pendiri əlavə edib videoda gördüyünüz formada bükürük və soyuducunun buz bölməsində 25-30 dəqiqə saxlayırıq. Bu müddət ərzində bol tərəvəzli, qaymaqlı makaron yeməyimizi hazırlayaq. İlk öncə tavaya duru yağ və kərə yağı əlavə edib 2 ədəd orta boy doğranmış soğan və 2 ədəd sarımsağı əlavə edib qovururuq. 400 qram göbələyi, 1 ədəd yaşıl bibər və 1 ədəd qırmızı bibəri doğrayıb tavaya əlavə edib bişiririk. Zövqə görə duz, istiot, paprika əlavə edirik. Tərəvəzlərimiz bişdiyi müddətdə qıraqda makaronumuzu da bişirək. Bir paket spagettini qaynadılmış və duz əlavə edilmiş suya töküb bişiririk. Buzdolabından götürdüyümüz kütləni ilk öncə una, yumurtaya və suxariyə yaxşı batırıb, isidilmiş yağlı tavada hər iki üzünü qızardırıq. İçi bol krem pendirli, Holland pendirli sinə ətimiz pişənə qədər biz makaron yeməyimizi tamamlayaq. Artıq makaronumuz pişir və süzmüşük hazırdır. Tərəvəzlərimiz də bişmiş, artıq o da hazırdır. Suyu süzülmüş makaronun suyundan 2 çömçə tərəvəzə əlavə edib qarışdırırıq. Bir dolu xörək qaşığı krem pendir, bir paket qaymaq və 100-150 qram Holland pendirini süzgəcdən keçirdib tavaya əlavə edib qarışdırırıq. Tam həll olduqdan sonra süzülmüş makaronu əlavə edib yaxşı qarışdırırıq. Bol tərəvəzli və soslu makaron yeməyimiz də artıq hazırdır. İçi bol krem pendirli və Holland pendirli xırt-xırtlı sinə ətimiz və bol soslu tərəvəzli makaronumuzun dadı möhtəşəmdir. Hazırlayan hər kəsə nuş olsun. Kanalıma abunə olmağı, like etməyi və yorum yazmağı unutmayın.